Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib. Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən Kassab dönərxanasında 17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub. Məlumata əsasən agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Şübhəli məhsulların toxunulmazlığı təmin olunub. Dönərxananın fəaliyyəti dayandırılıb. Qeyd edək ki, bu son 20 gündə Naxçıvanda dönərdən ikinci kütləvi zəhərlənmə hadisəsidir. Mayın 21-i Naxçıvanda dönərdən 7 nəfər zəhərlənmişdi. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim infeksionisti Nəzmin Allahverdiyeva jurnalistlərə açıqlamasında deyib ki, zəhərlənənlərin 9 nəfəri azyaşlıdır. Həkim bildirib ki, iyunun 9-da Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə 17 nəfər şəxs qida zəhərlənməsi diaqnozu ilə daxil olub. Daxil olarkən xəstənin vəziyyəti orta ağır və 2 nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Aparılan simptomatik yardımlardan və dinamik müşahidədən sonra xəstələr tam klinik sağalma ilə evə buraxılıb. Bunlardan 3-ü ayrı-ayrı ailənin üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfərdir. Bizə müraciət edənlərin sayı 17 nəfər olmasına baxmayaraq, bizdə zəhərlənmə halının çox olduğu barədə məlumat var. Yəni, təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib, deyə Nəzmin Allahverdiyeva bildirib. Faktla bağlı araşdırma aparılır. Nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.